ki o qədim alimlərimizdən biri də Müqəddəs Ərdəbilidir. Şöyle adı da Müqəddəs deyil, Müqəddəs onun ləqəbidir. Yəni o qədər müqəddəs oldu ki, o ləqəbi ona verdilər. Adı Müqəddəs deyil idi. Müqəddəs Ərdəbilinin dünyaya gəliş məsələsini bilirsiniz də. Müqəddəs Ərdəbilinin atası bu bildiyiniz Ərdəbil şəhərində bağbanlıq edirdi cavan vaxtında, yəni subay vaxtında. Günlərin bir günü işlədiyi bağda bağı suvarırdı, gördü arxla bir dənə alma gəlir. Götürdü almanı, dişlədi. Dişləyəndən sonra dedi Allah, elə bil bu bizim alma deyil idi axı. Bir dişdən vurdu almadan, dedi elə bil bu bizim alma deyil idi axı. Baxdı, gördü həm bu bağbandır da, bu bilir bu bağda hansı sort almalar var. Gördü bunların almasından deyil. Düşdü arxla, gəldi o alma gələn bağı tapdı. Gördü ki, hə, bu sort Qızıl Əhmədi bunların bağında var. Salam əleykum, əleykum salam. Tapdı bağın yesin. Dedi, bu sizin almadı, dedi, hə. Dedi, mən bir qələt elədim. Böyük bir səhv eləmişəm. Almamız arxından gəlib bizim bağa çıxmışdı. Mən ondan bir dişdəyi vurmuşam, mənə halallıq ver. Dedi, verə bilərəm, amma dişlədiyin yarısının halallığın, hamısının yox. Dedi, niyə? Dedi, çünki bu bağa mən qardaşımla şərikəm. Mən qardaşımın yerinə danışa bilmərəm. O dişlədiyin, bir dişləyin yarısının halallığını mən verdim. Yarısını da get qardaşımdan al. Dedi, alımda baş üstə, hanı qardaşım? Dedi, qardaşım burada yaşamır ki, Nəcəfdə yaşayır. Xülasəyi kəlam. Gəldi evdə valideyninə dedi ki, belə bir dənə mən işə keçmişəm. Allahımdan və qiyamətdən də qorxuram. Mən Nəcəfə gedəsi oldum. Durdu düşdü pay piyada 1000 kilometrdən bir dənə yolu yarım dişləy almanın halallığını almaq üçün. Gəldi çıxdı Nəcəfə. Gəldi çıxdı Nəcəfə. Qardaşından adres almışdı o Nəcəfdə yaşayan qardaşın adresini. Gəldi tapdı o adresi. Salam əleykum, əleykum salam. Belə bir dənə iş gəlib mənim başıma. Mən sizin bağdan bir almadan bir dişləy vurmuşam. Qardaşım da o dişləyin yarısının halallığını verib, qalan yarısını da deyib get, qardaşımdan al, gəlmişəm onun halallığını mənə verəsən. Dedi, bir şərtlə verərəm. Dedi, nədir? Dedi, bir dənə qızım var, gərək onu ilə ailə qurasan. Dedi, qəbul, elə çətin şərt deyil ki. Dedi, yox, sənin düşündüyün kimi deyil, mənim qızımda bəzi narahatçılıqlar var zahirən. Dedi, nədir narahatçılıqlar? Dedi, mənim qızım anadan gəlmə şikəsdir, kardır, kordur, laldır. Əgər bunu ilə sən yaşaya biləcəksənsə, bunun alacaqsansa, qəbul edirsənsə bunu xanımlığıma, mən o dişləyin yarısının halallığını verəcəyəm. Qəbul eləmirsənsə qiyamətdə görüşərik ki, qaldı bu cənnətlə cəhənnəmin arasında. Allah, bu nə iş idi? Orada o yarım dişləy balaca gəlməsin, onu heç ilə qaytarmaq mümkün deyil. Dedi, razıyam. Kişi öz qızının əqdini oxudu bu Müqəddəs Ərdəbilinin atasına. Öz qızımın kəbirini oxudu bunun üçün. Öz qızım verdi buna. Götürdülər, gəldilər gəlinin yanına. Saldılar bunu otağa ki, xanımla tanış olsun. Qayıtdı, qaçdı, çıxdı bayra. Gəldi qaynatasının yanına. Dedi, elə bil ehtimaldan siz məni səhv bir xanımın yanına aparmışsınız. Niyə? Dedi, axı sənin dediyin əlamətlərin heç biri bu xanımda yoxdur. Bu çox görkəmli, gözəl bir xanımdır. Dedi, yox, elə düz getmişsən, elə mənim qızım odur. Dedi, bəs niyə o cür deyirdin? Şikəsdir, kardır, kordur, laldır. Dedi, dedim şikəsdir, ömründə bugünəcən məndən icazəsiz bir addım atmayıb. Bir addım Allah'ın razı olmadığı yere qədəm götürməyib. Dedim, kardır, ömründə haram eşitməyib. Dedim, kordur, ömründə harama baxmayıb. Dedim, laldır, ömründə Allah'ın qadağa qoyduğu bir kəlməni ağzından çıxartmayıb. Ondan gəldi oldu Müqəddəs Ərdəbili. Ondan gəldi oldu zəmanənin ən böyük müctehidlərindən biri. Halalın nəticəsi. İndi bir nəfər də almanın bir dişdəyinin parası nədir? Bağları udur.
Özündən də gəlir, sonra olur bir. Bicbalanın biri qatır qarışdırır aləm bir-birinə. Allah'ın verək öz Allahlığına xatir. Bizi halal yiyənlərdən eləsin.